Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakı və Abşeron yarımadasında havanın minimal temperaturunun yanvarın 19-undan 20-sinə keçən gecə 0 dərəcəyə yaxın, 21-22 gecə saatlarında isə 0-3 dərəcə şaxta olacağı gözlənilir. Xəbər verilir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib. Bildirilib ki, Bakı və Abşeron yarımadasında yanvarın 19-u axşamdan 21-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var. Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar qısa müddətli çovğun olacağı ehtimal olunur. Azərbaycan rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin yanvarın 21-ci gündüzədək davam edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı ehtimalı var. Havanın minimal temperaturunun dağa dəyər rayonlarda 6 dərəcədək şaxta, dağlıq rayonlarda 7-12 dərəcə, yüksək dağlıq ərazilərdə isə 18-23 dərəcə şaxta olacağı gözlənilir. Ölkə ərazisində xüsusən də dağlıq və dağa dəyər rayonlarda yollar buz bağlayacaq. Özünüzü qoruyun.